Şirvanşəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinç hissi yaşadığını deyib. Allah bizim əməyimizi itirmədi. Sözü gedən xəstə cavan olmasına baxmayaraq 6 uşaq anasıdır. Bir ana öz övladlarının yanına sağlam qayıtdı deyə o sözlərini əlavə edib. Aparıcı Xoşqədəm Hidayət qızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. O valideynləri üçün darıxdığını, həftə sonu daha çox əziyyət çəkdiyini bildirib. Hər həftə sonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarınız bir yerə yığılacaq, yenə sizə sevə-sevə yeməklər bişirəcəm. Keçmiş xatirələrdən uzun-uzadı danışacağıq. Evə gəlirəm, amma görürəm ki, yoxsuz. Daha bazara getmirəm. Gecədən hazırlığa başlamıram ki, evdə hər şey gözəl olsun. Hər tərəfdə anamın xoşladığı çiçəklər olsun demirəm, istəmirəm. Çünki siz yoxsuz. Mənə sevgi, ümidlə, qürurla baxan valideynlərim artıq yoxdur. Sizsiz yaşamaq o qədər çətindir ki, arxivimdən tapdığım hər yeni görüntünüz mənim üçün misilsiz bir xəzinədir. Bu videonun ikinci hissəsi mənə o qədər təsir etdi ki, yaxın günlərdə paylaşacağam. Səbəbini onda biləcəksiniz.